Sədərəyə gəldik. Qaqras stulçiklara bax. 9 manat. Biz mamayı yaxşı aldıq, Hövsanda 8 manata. 6 manata. Hə, bax uşaqlara da kreslo lazım olacaq. Yaxşıdır bu görəsən? 80 manat. Hə, qiymətli bu. Niyə? 40.05 o nəsə koddur yəqin. Bir də 80 may. Hə, buna bax hələ. Ciyranə də balaca olacaq. Bağça üçün. Bağça, hə, posiyə gedər. Bax, belə tipdə istəyirəm. Vod, belə. Toka boz yox, ağ. Bu qiymətlərdir bunun. 40 manat, 50 manat, 50 manat. Mən belə baha fikirləşməmişdim axı. Ha, bu balacadır. 2 manatdır, bu da 2. Bu yaxşı deyildi. Eynidir, hə. Burada gülqablar çox bahadır. 2 manat 50 qəpiyə satmışdı balaca razmerdə. Mən onu 1 manata alırdım Əcəmidə. Bu çox baha satır. Başqa yerdə də baxaq. Buna bax, piknik stolu. Neçədir görəsən? O da ondan biraz böyük. Suşulkalar, qiymət üstə yoxdur. Suşulkaların deyirəm üstündə qiymət yoxdur. Novruz bayrama hazırlıq gedir. Baxın. Bir buna 26 santimetrlik. Neçədir bu? Ha. Neçədir bu? Baroli. Bu da qablar qəşəngdir. Üçü bir yerdə. Yəqin tək-tək satılır. Qiymət yoxdur da. Qiymət üstə yoxdur. Adam da bezdirmək istəmir. Gönül, bax, burada da var qarşılıqlar, elmir. Dipçəklər. Prosta bunlar məncə çöl üçündür, ev üçün deyil. Bunun aşağısına bax, görürsən? Evdə də qoyurlar. Niyə? Evdə bu qəşəng görsənməz. Xonçalar, yumurtalar. Ha, buna bax, sən bunları deyirdin bəzəmək üçün. Amma bunlar balacadır. Belədir ki, birləşdirirsən, içindən keçirlər. Da, necə birləşdirirsən ki? Aa, qırçoklar. Bu qıraq hissəsi. Özdə cürbəcür deyə. Prosta bunlar günün altında tez xarab olacaq. Hə, bir deyə bundan zamok. Zamok. Deyirəm, o şu təbii gül əksəyi daha yaxşı olardı. 5 manatına gəlir. Yine deyəm, bundan soruşum, görün bunlar neçə. Neçədir bunlar? Bəs bu? 7-yə, 10-a, 14. Neysə ki? Bu paltar yığmağa da. 14-ə, 10-a, 7-yə. Bu da dipçəklər. Bax, belə istəyirəm, Elinor. Birinci var, Prosta o çox uzundur, hə. 48 manat. Aqca qiyməti gördüm. 48 manat. Necə də bahadır. Mən elə bilirdim, bunlar ucuzdur ya. Yox, da qiymət. 15 manat. Ha. Dört manata. Bunlar amma çıxılıdır. Aha, Elnur, buna bax, semiçka qabı. Sənin üçün nə lazımdır bu? Üstə semiçka görsən, burada zibil. Bu açılır da, yəqin sonra boşaldırsan. Hə, daha semiçka çıtlamırıq. Bu şotkalardan. Yox, soruştum. Neçədir bunlar şotka? Bunlar. Bu. Çıxanda götürərik də. İndi şotka nə gəzəcəyik? Da. Deyə bax. Bəlkə evdəkiləri kraskalayaq, ağ rəngdə eləyək. Mən prosta bax o tipdə istəyirdim. Bax belə istəyirdim. Prosta bu çox bahadır.
Bu 8 manatadır. Ayaqlı. Bu qəşəng tamı. Bu onun balacası. 4 manata. Xaladelnik üçün. Bu neçədir? 4.50. Ha, bu da qiymət üstə. Ondan da 45 lira sonra da. 12 manatadır bu. Başqa rənglər də var. Uy, bu da maraqlıdır. Qəşəngdir. Bu da qəşəngdir bax. Hə? Bu neçədir? 6 manata. Bu da dipçəkdir də, hə? Dipçək sayılır yoxsa nədir bu? Prosta gərək içində olsun başqa dipçək qoyasan. Değil, bu Nədir ki bu? Bəs nə? O, həqiqi zibil qabıdır. Həqiqi burada zibil qabılar var. Biz texnika tərəfə gəlmişik, amma nə alacam, əgər alacam göstərməyəcəm. Vaxtı gəlib çatanda onu da göstərəcəm. Bax bu kvadrat. Görə bu plasmasa oxşayır, plasmas kvadratdır. Yan baxın. Da soruşaq bunu evlər. Bundan soruşaq. Bunu beləsi istəyirəm mən. Ha, buna bax, bu böyüyü ayaqlı. Amma bizim güllər üçün balacadır. Balaca. Neyse, oradaki da dipçəklər 45 manataydı. Ya istəyirsən bir Cemil deyirsən yaxşıdır da burada. 8 manata. Tamam hepsini burada yapıştı. Bu hamam üçün deyil ki. Tamam ki. Niye? Bu xaladelnik üçündür bax. Görsən? Bunun materialına bax. Hamamda qoysan bu sıra xarab olacaq. Görsən nazikdir bu xaladelnik üçün. 8 manata böyük. Balacası 5 manata. Vot görürsən? Yeni bu yapıştı. İstəyirsən tarelka stolun üstünə qoyursan tarelkanın altına. Eni, hə, məncə də. 3 metrədir, 60-ını 3 metrə. 5 manatadır bu. Nə bax, nə qəşəng şeydir. Ayağın altına qoyursan, bir masaj eləyirsən. Vot. 2 manatadır bu. O, 3 dənəsi 2 manata. Görsən nə qəşəngdir. Bax, bu da qəşəng şeydir. Masaj üstünə çıxırsan, belə sağa sola, sağa sola. Buna bax. Bu nə? Futbol krasovkasıdır, mı? 15 manata. Biz burada neçə almışdıq? Hayır, bu futbol krasovkasıdır. 15 manata, yaxşıdır ya. Ha, nə qəşəng tapçıqadır, labubu. Ceyrana almaq olar bunu. Görüm neçədir bu? Amma şeydir, bərkdir, rahat deyil. Oy, necə bərkdir. Neçədir bu tapçıqa? 6 manata, amma çox bərkdir. Bu da 6 manatadır. 6 manat. Hazır ponçalar. Görüm neçədir bunlar. Bunlar neçədir? Neçədir bu? 4 manata. İndi buna bax o. Ha, o. 6 manata. O şey. Ay sağ ol. Maykalar Aptavoyla 6 dənəsi 15 manat. Bir dənəsi 2.50. Cimsu. Ay, səməni. Toxuyublar bunu. Ay, nə qəşəng tülpənciklər var burada. Görüm neçədir bunlar cürbəcür rəngdə. 5 manataydı. Çox da özlü içində. Ay, nə qəşəngdir bunlar. Uy, amma necə ağırdır. Neçədir bu?
18 manat. Çox ağırdır. Buna bax. Görsən? Bayrama şam almaq lazımdır bizə. Bu nədir? Ha, bu da şamdır. Buna bax, nə qəşəng şamdır. Oy, nə qəşəng giyilənir bu. 5 manata. Belə salfetkalar Fairy də var imiş. Bu da Sleepy. Bu rəngdə də var. Məndəkindən niyə məndə belə deyil. Beləsidir, amma pol üçün deyil. Birisi neçədir? Sleepy burada. Bu deyil, 3 dənəlik. Bundan istəyirəm mən. Görün bu neçədir. Amma 3 dənə üçün çoxdur. 4 manata. Bir dənə belə buket. Bunlar isə 1 manata. Hədiyyə düzəltmək üçün. Suvenirlər. Qabaqda 8 mart gəlir. Cürbəcür suvenirlər satılır. Burada yəqin aptavoy satırlar. Bir satmırlar. Nabarlara baxın, nə qəşəng nabarlardır. 8 manat. Bahadır. Bəs bu? Babur yarıyar. Buna neçəydi? Bunu soruşmamışdıq. Bəs bu? 5 manata. Bəs bu ayaqlı. Qəşəng. Hə, bildim. Bu da qəşəngdir. 5 manat, 6 manat. Belə bir şey almaq istəyirəm un üçün. Məndə un harda yerləşir, oje qırıldı. Görün bu neçədir? 7 manat. Ramazana aid olan belə səbətlər çox qəşəngdir. Can Home-a girdik. Burada belə 2 tərəfli skoç var. Bu yaxşı şeydir, bunu götürürəm. Sonra buna baxın. Masajör 1.70-ə. Yaxşıdır qiyməti. Stəkanlara baxın, krujkalara daha doğrusu. Pinterest'dəki kimi. Qəşəngdirlər. 12 manat 50 qəpik. Bu da qəşəngdir. 7 manat 70 qəpik. Nabor flomaster var. Amma içində 4 dənədir. Bilmirəm neçədir. Məncə 1 manata olar. Buna baxın, nə qəşəng suvenirdir. Maraqlıdır. Bayramlar gəlir, onsuz da hamı hədiyyə axtarır. Bunu bilirsiniz də, yəqin ki o diftiylənən şeyləri. Niyə? Yalan deyirəm, diftiyi yox. O nəyin adı nədir? Kimdə gibi şeylər var. Tük, mülk belə götürmək üçün 1 manata. Bu nədir ki? Adi kışloçuk belə 2 manata. Penal kimi bir şey. Bu nə? Bunu bilmədim nədir. Bu necə də maraqlıdır. Balaca lapatka. Önür buna bax, çıxılı lapatka. 3 dənəsi deyil. Sən götür 1 manat. 3 dənə? Gülün altını 1 manat. Götürün. O da biton qaldı. Bu biton qaldırmaq üçün 1 manata. Paketler. Bu bilirsiniz də, qabın üstünü eləmək üçün 50 dənəsi 1 manata. Beləsi də var. Bu 1 manata. Kuxna üçün tərəzi. Neçədir? 4 manat 50 qəpik. Yox, istəmirəm mən. Yalandan alsam işlətməyəcəm. 8 manat. Neçə? 7 manat. Niyə? Mən onu işlətməyəcəm, bilirəm də. Belə bloknotlar 5.50, 4.50, kromi. Qəşəng zakoloçkalardır. Görəsən neçədir bunlar.
Neçədir bu zakolkalar? Ah, 1 manata. Hadi, geçenki bantiklar. Ha, dovşanlar İlnur. Dovşanlar. Soruşum burada da neçədir? Oy, dağıtdım mı? Görüm. Ha, bu da var qiymət 15 manat. Hə, üstə vardı 15 manat, 9 manat. Bizdə var axı, gərək mən çıxardım görüm hansından yoxdur. Bunlar neçədir ki? Balaca adamlar. Soruşum. Aa, qız yoxdur burada. Burada da var, maraqlıdır. Magnet değil. Ha? Magnet değil. Bizdə var idi də, sən almışdın. Belə mişoklar, içinə çərəzləri qoymaq üçün. Neçədir? 1.70. Aa, bu papaqlardır. Yox. Bunları soruşum, bu mişoklar neçədir? 1 manatadır. Soruşdum. 5 manata hazır belə səbətlər. Xonçay 5.50 belə. Nədir civan? Ha, civan dəsti 42 manat 90 qəpik. Belə var. 23 manat 50 qəpik. Organizer. Jeep organizer. Qulplu 2 manat 70 qəpik. Razmer necədir görəsən burada? Böyükdür, balacadır. Üstə yazılmayıb. Bu nədir ki? Aa, heyvanlar üçün deyəsə darıq. Masajor üz üçün 1 manata. Daban daşı, daban daşı 1 manata. Bu şifaneri asmaq üçündür. Oradan qəşəngliyi gəlsin deyə. Cızdarantı da tipa. Hə, esi qəşəng tip istəyir. Şotkalar. Hamam təmizləmək üçün 2 manata. Bu da neçədir? Yəqin ki, bu da 2 manata olacaq. Bunlar da yeni ildən qalıb. 20% sanırım. Bu da necə qəşəngdir, maraqlıdır. İçinə 35 manatadır. Çərəz qabı 35 manatadır. 3 dənəlik. Bu da qab üçündür. Qabları yuyursan, üstünə qoyursan 7 manata. Altda belə dəsmal var. Üstü də belə bir plasmasdan 7 manata. Saxlama qabları var. 4 dənəlik. 15 manat 50 qəpik. Amma bunun materialı yaxşıdır. Möhkəmdir. Beləsi də var. İçində 4 dənə 8 manat. Aa, 3 dənədir içində. 8 manata. 7 manata. Burada 4 dənədir. Belə. Bu da bilmini kəsən. 3 manat 80 qəpik. Bundan məndə var. Yoldaşım mən almışdı. 1 manat 50 qəpik, amma o deyəsə Temu'dan almışdı. Səhv etmirəmsə bundan biraz baha qiymət almışdım. Bu da bilirsiniz də dərman qabı 1 manata. Gəldik Omidə. Qəşəngdir amma. Hə? Aa, buna bax Elnur. Pinoplast elə bil. Elə götürdük. Hə, mən elə götürdüm dedim şeydir, daşdandı bu. Akast pinoplast elə bil. Burada da. 4.20. Piknik stollarımız. 15 manat 70 qəpik. Baxın masaya. Çöl üçün. 272 manat. Görəsən, niyə şeydir, proçni deyil. Buna baxın piknik üçün.
Dəniz yazıda 97 manata. Konstruksiya ilə belə çık-çık yığılır. Sumочка kimi apardım. Mənim o şeylər. Amma məndə yekədir, bu biraz balacadır. 16 manat 20 qəpiyə. Bizdə məndə qəşəngdir, sumочка kimidir. Bu mangal üçündür də. 16 manat 50 qəpik. Bu nə üçündür? 61 manata. Nə qəşəng arabadır. Buna bax, nə qəşəng arabadır. Araba. 61 manat, 81 manat. Mənə belə pol əskisi lazımdır. Amma bunlar balacadır. Məndə şvabra yekədir. Bunlar balaca şvabra üçündür. Nə qədər baxıram, tapamıram. Deyə. Bu tipdə. Görüm. Niyet, bu da balacadır. Mənə böyük lazımdır. Yoxdur. 4 manat 50 qəpik, 4 manat 70 qəpik. 1 manat 30 qəpik şotka. Oy. Baxın. 2 manat 10 qəpik. Oy, bunun nə pis şotkası var. Bir manat 40 qəpik. Səbətlər, çirkli paltar üçün 22 manata. Bu da qəşəngdir, 18 manat 20 qəpik. Maqnitlə. Bu şkafa asmaq üçün 23 manat. Organizer 6 manat 30 qəpik. Buna bax, nə qəşəngdir. Ayaq altı 60-ın 90-a 8 manat 70 qəpik. DSP 77 manat. Bunun nasıtkası çıxmır. Rakvinanın yanına qoyursan belə. Rakvinanın yanına. Qabları yuyursan, üstünə qoyursan, altdan da su tökülür. Belə də istədiyin razmeri. Buradan dart. İstədiyin razmeri. 6 manat 20 qəpik. Belə də var plasmasdan. Bu şeydir. Doğrayırsan. İstəyirsən üstü aniyet. Doğramaq alınmır. O biraz qəribə bir şeydir. 6 manat 70 qəpiyə. Mən belə şey xoşlamıram da. Yağ tökürsən, həm bunu sonra yuyursan, hər dəfə burası süzülür. Biri var ki, yağ aldın, işlətdin, qutardı, tulladın. Mən belə xoşlamıram. Yağ qablar. Üydən, üstü üydən. Bu maraqlı şeydir. 10 manat 70 qəpik. 14 manat, 12 manat. Mənə qəşəng çaynikdir. Uyda, buna bax necə ağırdır, ay Nur. 45 manat. Necə ağırdır? Bu nə iləndir? Batareya iləndir mi? 14 manat 50 qəpik. Bu deyil Nur. Batareyalı. Zərflərlə buraya USB. Amma yüngüldür, tez yanacaq içində yemək. 10 manat 90 qəpik, amma yemək tez yanacaq. Qalın deyil də, bilirsən. Kimsə də ola bilər. Bunu səhər zavtraq eləmək olar içində, piknikdə. Yumurtanı qəşəng tez qızardar. Amma ortası biraz hava kimi oldu. Hava kimi olsa yaxşıdır belə. Bu da maraqlıdır. Meyvə zat yudum, su süzüldü. 6 manat 60 qəpik. Bu nədir? Termos kimi də tipə, havası keçsin ya da keçməsin. Belə burursan da, 9 manat 80 qəpik, 10 manata. O elin şifanyerə bax. Hazır şifanyer belə. 27 manat.
Endirimdədir də, görsən qırmızı qiymət. Masaya baxın, 345 manat. Masa, dəst. Bir masa, 4 dənə stol. Bu koridor üçündür. O evinə bax necə şeydir. 2 dənə kurtka asarsan aşacaq arxaya. Bax bu stol qəşəng deyinir, bax qara. Qara 439 manat. Qəşəngdir. Burası tez şey. Aha, nazikdir. Dirmantiyon. Bu da bu səbət. Mənimkindən. Baxım neçədir? Neçəsən? 10 manat. Nə qəşəng. Aa, bizim stoldan Elnur. Yaşı böyle bile. Bizim stoldan. Yaşı böyle. 32 manat 90 qəpik. Ne Hə. diyorsun? Bilmiyorum işte. Endirimdədir də, ona görə. Qəşəngdir bu. Bu kötü. Olsun da 4-cü. İşte ne var? Bunu da. Bunlar mənim 8 mart hədiyyələrimdir. Yoldaşım mənə hədiyyə elədi. Mən çoxdandır belə toster istəyirdim. Çünki məndə olan toster çox zəifdir, balacadır, həm də ki keyfiyyətli deyil, artıq qırıldı. Onu da mənə hədiyyə eləmişdilər, amma keyfiyyətli olmamışdı deyə materialı çox nazik idi, plasması və tez qırıldı. İşdək vəziyyətdədir, sadəcə olaraq ki plasmas qırıldı. Mən onu neçə dəfə kleylə yapışdırırdım, amma xeyri yoxdur. Çünki plasmasın özü yaxşı deyil. Və həmişə belə istəyirdim. Belə moşni olsun, güclü, həm də ki içi belə böyük olsun ki, bir neçə dənə misal üçün çörək qoyasan, ya burger, buterbrod, nəsə belə nəsə hazırlayanda bir neçə dənə bura qoyasan və tez bazar hazır olsun. Və nəhayət ki, məndə də artıq bundan var. Çoxdan da istəyirdim və verəm. Artıq evimdədir. Bunlar çıxır, nasatkalar bir neçə cürü satırdılar. Yəni içində 3 dənə nasatkalı var idi, 2 dənə və 1 dənə. Mən 1 dənəsini seçdim. Çünki çox vaxtı bunu işlədirəm. Həm də ki, məndə vafli hazırlayan tosterum var. Və ona görə dedim, bunlar artıq bir şeydir və ona görə ancaq bir nasatkalı seçdim. Bunlar çıxır, belə knopkaya basırsan və rahatlıqla bunları çıxardırsan, qəşəng təmizləyirsən, qurudursan və təzədən bura yerləşdirirsən. Burada belə bir spiral gedir. Həm altdakı, həm üstdəki nasatka çıxır və belə rahatca otuzdurursan. Burada çıxır, belə knopka var, basırsan və bu çıxır. Qəşəng tərtəmiz yuyursan və təzədən bunun üstünə qoyursan. Belə mən çox sevindim, çünki bunu çoxdan da istəyirdim. Burada dərəcəni seçmək üçün var. Belə sadə bir şeydir, amma çox qəşəngdir, həm ağırdır. İnşallah ki, bu uzun müddət gedəcək. Bir də burada yağ süzmək üçün arxada belə bir yer var. Bura yağ süzülür və bunu çıxardırsan, təmizləyirsən və təzədən bura yerinə taxırsan. Türkiyənindir, belə Kumtel firmasıdır. Çox qəşəngdir. Artıq bunlar üçün də yer hazırlamışam. Sizinlə birlikdə indi yerləşdirəcəm. Bir də blender yoldaşım mənə aldı. Bilmirəm, sizə demişdim yoxsa yox. Mənim blenderim xarab oldu və çətinlik çəkirdim. Blender çox rahatdır. Yemək hazırlayanda tez bazar hazırlanılır. İçinə atıram, hər şeyi doğrayıram və başlayıram hazırlamağa. Amma xarab olmuşdu məndə blender və əziyyət çəkirdim. Əllə doğrayırdım, xırda-xırda, belə də nəysə. Və yoldaşım dedi ki, sənə blender də alacam. Və aldı, sağ olsun. Yoldaşımın cibi dolu olsun. Mən belə hədiyyələri xoşlayıram. Çünki mən bunları tez-tez işlədəcəm. Demək olar ki, hər gün işlədəcəm. Və ona görə hansı ki hədiyyələri mən işlədirəm, hansı ki
texnika olsun, nə bilim, başqa da nəsə işlədirəmsə, belə hədiyyələri daha çox sevirəm. Çünki işlək vəziyyətdə olur və tez-tez onu kim ki hədiyyə elədi, tez-tez yada salırsan. Belə. Amma misal üçün vazoçkalar, nə bilim, statuetkalar, belə şeyləri heç xoşlamıram, belə hədiyyələri sevmirəm. Mənə elə gəlir ki, artıq pul atmısan havaya da, yəni ki, boş-boşuna. Çünki belə şeyləri həm evdə xoşlamıram, statuetkaları qoyum, suvenirlər, belə şeyləri sevmirəm. Toz yığır ancaq. Mən minimal şeyləri seçirəm. Belə. Nəysə, belə blender da var. Bu blender daha güclüdür, nəinki məndə olmuşdu. Məndə blender var idi. O da xarab oldu, bilirsiniz nəyi? Bunun burasında belə bir ulduz kimi şey var. Bu yeyildi. Motorun özü işləyir, amma bıçağı fırlatmır. Çünki bunu dəyişmək lazımdır. Yəni bu nə sayılır bu? Nəsə də baxın belə bir şey. Bu yeyilmişdi və bunu dəyişmək lazımdır. Və dedim, bu artıq bir şeydir, lazım deyil. Və yoldaşım təzəsini aldı. Bu daha güclüdür, altı bıçaqlıdır. Mən bunu çox bəyəndim. Və qabın özü də belə balacadır, ortadır. Nə böyükdür, nə lap balaca, belə ortadır. Yəni gündəlik işlətmək üçün əladır. Bıçağı çox itidir, ehtiyatlı işlətmək lazımdır. Ceyrançıq, bunun başını qoy. Artıq bunlar üçün yer hazırlamışam və indi sizinlə birlikdə bunları şkafa yerləşdirəcəyik. Так должно быть. Она, может, так красоту придает, а снимешь, будет некрасиво. Будет красиво, наоборот. Да? Сейчас я посмотрю тоже. Там тоже никакой рисунок не написан. Тут написано цена, какой он хороший. Сейчас посмотрю, Джина. Я тогда оставлю. Bu da mənim yeni köməkçilərimin öz evi və evimə xoş gəlmisiniz. İnşallah sizinlə birlikdə dostlaşarıq və uzun müddət bir yerdə yaşayarıq.